Dostlar, beləliklə zaman itirmədən keçərik sual-cavab bölməsinə. Sual-cavab bölməsində bizim paneli digər panellərdən fərqləndirib, birinci paneldə 5 hədiyyə olmasına baxmayaraq bizim paneldə 4 hədiyyə təqdim olunub. Hədiyyələrimiz Rəmzoğlu'dan Türk paxlava qutusu, Lüks konseptdən dekor, Gutenberg'dən hədiyyə bağlaması, Creatime'dan hədiyyə bağlaması 4 hədiyyədir. Mən bir hədiyyə artırıram, bir şəxsi mən seçəcəm, Tefal tava hədiyyə eləyəcəm, xanımlar aktiv olsun. Bir şəxsə də 8 saat isti və soyuq saxlaya bilən Tefal termos hədiyyə eləyəcəm. 6 hədiyyəmiz var. Söz verirəm, spikerlərdən də ən azı bir 3 hədiyyə alacaq. İndi bizdə belə çörək, nə bilim, belə məhsullar yoxdur, amma uyğun bir şeylər alarıq deyə düşünürəm və sual-cavab bölməsini açıq elan edirəm. Sualları almaq istəyirəm, hamının aktiv olmasını istəyirəm, xüsusilə arxa tərəflər və spikerlər. Mən fikir verirəm, spikerlər, moderatorlar sual vermir, onlardan da sual. Hədiyyə vermərik, sualınızı verin, onsuz da hədiyyə verməyəcək. Oldu. Birinci sualımız müəllimdən almaq istəyirəm. Özünüzü təqdim edirsiniz. Herkese merhabalar. İsmim Mehmet Baydar. ASFilter, otomotiv sektöründe ASFilter firmasının komersiyel direktörüyüm. Ceren Hanım, Fariz Bey, Vugar Bey, hepinize teşekkür ediyorum. Çok eğlenceli ve beni geçmişe götüren bir bölüm oldu, panel oldu. Ben Vugar Bey'e soracaktım. Tesir psikolojisi alanında 95 yılında üniversite 1. sınıfta okurken sosyolojiye giriş dersinde Profesör Doktor Enver Özkalp hocam bana bir soru sormuş. Daha doğrusu sınıfa bir soru sormuştu. Televizyonda gördüğünüz ünlülerin istifade edin dediğiniz mamulleri alır mısınız, almaz mısınız? Ben şimdi 30 sene sonra bu soruyu size sormak istiyorum. Siz alır mısınız? Televizyondaki ünlülerin gösterdiği malları alır mısınız? Bizdə qabaqları belə bir ifadə var idi ki, yaxşı məhsul reklama ehtiyacı yoxdur, onsuz da satılacaq. Mən buna inanmıram, çünki əslində ürünlər o qədər çoxdur ki, reklamsız nəyəsə tapmaq çox zor olur. Ona görə hesab edirəm ki, fərqi yoxdur, kanal nədir, televizyondur, radiodur, çöldə görmüşəm, dostum görüb. Ən azı son nəticə dəyərləndiriləndən sonra qərar vermək lazımdır. Ola bilər ki, yaxşı bir şey olsun. Ona görə kanaldan asılı olmayaraq, əsas odur ki, mənə o lazımdır, yoxsa yox. Yəni seçim bu formada həyata keçməlidir. Mənim fikrimdir. Değerlendirmek için en az bir tane almak lazım ama değil mi? Seçmek için. Ya da ki, sosial sübut. Ola bilər ki, rəylər, dost, tanış və s. Yəni, mən nəyisə almamışdan qabaq 500 dənə video baxıram, 500 dənə saytı araşdırıram. Yəni, qərar vermə prosesi məndə çox qərizdir. Çok teşekkürler. Teşekkür edirik Mehmet Bey. Dostlar, qısaca qeyd edeyim ki, hər şəxs bir sual versin və çox xahiş edirəm, müzakirə, debata girilməsin, sonra buradayıq. 3-cü panel ərzində burada istənilən adamdan söhbət edə bilərik. Tanış simalardan Orxan Bəyi görürəm. Orxan Bəy, sizə verirəm mikrofonu. Orxan Mirzəyev, Menzi Construction Marketing şöbəsi. Təşəkkür edirəm spikerlərə, sonra Rəşad bəy sizə, daha sonra Süni Zəkaya. Mənim sualım Fariz bəyədir. Rəqəmlər üzərindən danışdı Fariz bəy. Fariz bəy, Azərbaycan reallığında əsas işlər, qərarlar daha çox isti münasibətlər üzərindəndir və networking üzərindəndir. Sizin təcrübəmizə görə soyuq rəqəmlər nə vaxt isti münasibətləri qabaqlayacaq və hansı mərhələdə keçir onu? Eşidirəm, əla. Mən şəxsi subyektiv fikrimlə sizdən bölüşəcəm. İndi bunun bir kitabı yoxdur, bunun bir aksiyoma deyil bu. Mən düşünürəm ki, bunun baş verməsi üçün Azərbaycan reallığında düzgün bizə lazım olan istiqamətə gəlib çıxmaq üçün bizim sahədə çalışan insanlar, bu camiyanın insanları hər biri öz sahəsində əlini daşın altına qoymalıdır. Bizim kiminsə bunu etməyi, kimsə bunu mənim vəzimlə edəcək deyənə bu anlayışlara nə vaxtsa qatsaq, nə vaxtsa gözləntimiz özümüzdən başqa, ya daha doğrusu özümüzdən başlamağa fokuslansa, o zaman bizim dediyimiz məntiq ortaya çıxacaq. Çünki indi bu dəqiqə əfsuslar olsun ki, bu qeyri-rəsmi səviyyədə bu münasibətlər, networking səviyyəsində
inkişaf elətdiririk. Amma bunun connectionu, connectivity'si yoxdur. Mən açıq deyək bu məsələləri. Çox vaxt belə bir tədbirlərdə iştirak edirik. Yoldaşlara hər zaman bildirdiyim fikir, əsla bu irad deyil, fikrin odur ki, ora gələn insanlar, 90% insanlar, hamısı satmağa gəlir. Heç kəs almağa gəlmir. Heç kəs 90% insan network qurmağa gəlmir. İnsanlar yeni öz məhsulunu, özünü, vizit kartını kiməsə təqdim etməyə gəlir. Mən buradan, yəni bu tək bu auditoriya yox, hər kəsə səslənirəm. Həmişə bu sözü dönə-dönə istifadə edirəm. Yoldaşlar, siz öz dəyərinizi ortaya qoyun. Mən sizə inandırıram ki, o dəyər dəyərləndiriləcək və sizə qayıdacaqlar. Ümid edirəm, sualı cavablandırırım. Hamıya belə bir rəhbər lazımdır. Növbəti sualı o tərəfdən alacağım, zəhmət olmasa. Suallar vermək istənilən ən arxa masadakı siz, bəli, xanımlar həmişə birinci. Çox sağ olun, ümid edirəm səsim gəlir. Rəşad bəy, qətiyyən tava üçün eləmirəm. Həqiqətən sualım var Ceyran xanıma. Ceyran hanım, gerçekten büyülendim konuşmanız Özünüzü de təqdim edin həmişə. İsmim Firuze, Kibrittek şirketinden geliyorum. Büyülendim az önce söylediğim gibi. Biz 5 yıl kadar önce bir dijital ürün yarattık efendim. Çok özür dilerim, ben görmüyorum daha. Dijital bir ürün yarattık ama bizim Azerbaycan pazarında şöyle bir sorun var. Kimse var olanı desteklemez. Bu benim kendi şahsi kararım ama kimse kusura bakmasın. Kimse var olanı desteklemez ama hani orada bir nokta bulup onu direkt kopyalayalım. Hatta bizim kapıyı çalıp bir entegrasyon istiyoruz, bir işbirliği istiyoruz deyip direkt bizim şöyle söyleyeyim ideyamızı çalanlar oldu. Ben şunu bir soru olarak algılamayın. Şahsım için bir tavsiye istiyorum. Bunun önüne nasıl geçebiliriz? Öncelikle ben teşekkür ediyorum. Geri bildiriminiz ve fikirleriniz için. Evet, şöyle ki bu sadece aslında belki de Azerbaycan, ben 5 yıldır buradayım dediğim gibi. Azerbaycan özelinde çok daha hızlı karşılaşabilirsiniz. O da coğrafya ve aslında birazcık daha buranın Türkiye'ye göre küçük olmasından kaynaklanır. Türkiye çok büyük ve hani biz karşılaşmayabiliriz orada. Birazcık daha geç bulabiliriz o kopyalamayı. Şöyle söyleyeyim, ilk yapılan her şey hafızalara kazınır. Ve taklit hiçbir zaman devamını getiremez. Yani bu birçok örnek var. Tarihte de, günümüzde de. Bir pazara giriyorsunuz. Burada mesela Rus algılı ürünler çok fazla. Bir tüketici araştırması yapmıştık. Öyle ya da böyle Rusya'ya karşı eğer bir Rusya'dan ürün geldiyse o ürün iyi bir üründür, kaliteli bir üründür. Şimdi son dönemde ben burada yağ kategorisine başladım işe. Yağ kategorisinden sonra geçtim bu tarafa. Son dönemde baktığınızda arkadaşlar Azerbaycan çok hızlı gelişiyor. Ve yeni gelen trendle beraber gençler işlerin başına geçtiğinde bilinç daha yüksek. Bu Türkiye'de de böyle oldu. Ve teknolojiyle beraber işte az önce yapay zekayı konuşuyoruz aramızda biri gibi. Her şey çok daha iyi takip ediliyor. Şunu demek istiyorum. Yapacağınız işte, yapacağınız hizmette kaçışınız yok eğer taklit ederseniz birini. Bazen de aslında kendini öyle konumlandırmak isteyen firmalar da var. Ondan kaçmıyor zaten. Ben taklit edeceğim diyor. Rol model alıyorum diyor. Ama pazarın kaymağını hiçbir zaman yiyemez. Pazarın kaymağını fark yaratan, ürünü ilk piyasaya sokan ve lider olarak tanımlanan taraf yer. O yüzden bence kaygınızı anlıyorum. Çok hoş bir şey değil kopyalanmak, taklit edilmek. Ancak bu kısa vadede kaybettirir gibi görünür. Uzun vadede size çok şey kazandırır. Onlar yavaş yavaş piyasadan çıkarlar. Yani kaçışları olmaz. O yüzden siz inandığınız yolda devam edin. Tamam. Dördüncü sualı o tərəflərdən alacağım. Ön masadan tamam xanım cavab versin. Birinci panel bizim vaxtımıza girib tələsirik. Hər kəsə salam, mənim adım Məryəmdir. Göygöl Şərab Zavodunun reklam və ictimai əlaqələr şöbəsinin aparıcı mütəxəssisiyəm. Sualım Ceyran xanım olacaq. Çox dəyərli bir məlumat paylaşdıq kanal seçimi ilə bağlı. Ziddiyyətli məhsullarda kanal seçimində nəyə diqqət etməliyik? Ziddiyyət deyəndə nə nəzərdə tuturam? Hal-hazırdakı təcrübəmdən bir şey deyim. Məhsul yüksək keyfiyyətlidir, premium dizaynlıdır, amma qiyməti aşağıdır. Və
Aşağı alıcı gücü olan müştərilər görüntüsünə görə yaxın getmir. Premium müştərilər isə qiymətini görüb qorxur. Tamam. Premium kalite konusuydu. Başa düştüm herhalde. O ziddiyet dediğiniz tam olarak onu tam anlamadım. Ziddiyyət dedikdə bunu deyirəm ki, görüntü və fiyat yüksəkdir, məhsulun qiyməti isə aşağıdır. Tamam. Sizin sektörünüzde o bir ürün mü bu? Bəli, hal-hazırda maraqlandığım Tamam. Şu an halihazırda hangi kanalda? Hal-hazırda problem yaşayırıq bundan, ona görə sualı Tamam, şu an nerede satılıyor? Ürün? Hal-hazırda premium müştərilər çəkinir qiymətinə görə, xarici görünüşünə görə isə aşağı alıcılıq Premium ucuz qabiliyyəti olanlar olduğunu deyə alır. almıyor. Məhsulun adını deyin, rahat olaq dayı. Nektarina məhsulu. Nektarina. Okey. Okey. Tam umarım başa düşmüşümdür. Birincisi sunduğunuz kanalda ürünü çok iyi anlatamadığınızı tespit ediyorum ilk anlattığınıza göre. Yani ürün tam anlamıyla kendini ifade etmiyor. Markalar kimlikler gibi. Yani şu an ben size nasıl bakıyorum ve bir imajınız varsa algım o kadar. Siz bana bakıp nasıl bir imaj yaratıyorsanız o kadar. Şimdi demek ki orada bir ters bağlantı var ve onu çözmek lazım. Yani tüketiciye, sunduğunuz kişiye yanlış bir mesaj verilmiş. Yani onu böyle bir masaya yatırıp ürün iyi bir ürün anladığım kadarıyla, değil mi? Keyfiyeti Kaliteli. iyi ama algıda bir problem var. Bu marketing süreçlerinde bence şöyle söyleyeyim, algıyı yönetme, iletişim kurma taraflarına bakmak lazım ki bu gerekirse mahsulün üzerinde farklı bir proses mi yapacaksınız, farklı bir uygulamaya mı geçeceksiniz, alt marka mı yaratacaksınız? Yani orada kıymet, görünüş, imaj kısımlarını bir tekrar incelemenizi tavsiye ederim. Ne mesaj veriyorsunuz ona bakmanızı tavsiye ederim. Arzu ederseniz arada da yine üzerinde konuşuruz. Biraz daha aydın olur. 5-ci sual. Arkadaşı xanımdan sual alacağım. Sonra bəylərə gələr. Ancaq xanımlar sual verin. Salam, bir də hər kəs salamlayıram. Adım Günel Quliyevadır, Kaspiyancı Clubdanam. Mənim birinci sualım Pay for Performance ilə bağlıdır. Fariz müəllim, siz motivasiyadan çox danışdınız. Amma mütəmadi olaraq biz belə deyək də intervyular keçirdirik. Elə Vüqar müəllim də yəqin CEO kimi bir sıra belə deyək intervyular keçirir. Niyə satış əməkdaşları gələndə daha çox fix maaşı yüksək olmağını hədəfləyirlər? Nəinki pay for performance-ı belə deyək də göstərmək üçün. Çünki Avropada, ABŞ-da və s. kimi ölkələrdə daha çox yəni buna üstünlük verirlər. Buna. Bir də ki, defisitlə bağlı Vüqar müəllim, bu sualı sizə vermək istəyirəm. Çünki B2B satışlarda və ən əsası B2B satışları konsalting xidmətləri verəndə orada defisit yaratmaq biraz çətindir. Bunu necə idarə etmək olar? Bu defisiti necə yaratmaq olar? Çox sağ olun. Buyurun. Birinci sual Hə, sizə tamam olsun. ünvanlanmışdı. Çox sağ olun sual üçün. Mən direkt deyəcəm sizə, gəlir satışa gələn komanda, gələcəkdə özüm komanda görən adamlar direkt fix maaşı daha yüksək istəyirsə işə götürmürəm. Məncə qısa cavab vermək. Çox qısa oldu. Yəni satışın bunun modeli zaten insanların motivasiya və qarşıda şirkətə qatdığı dəyərdən formalaşacaq. Doğru. İnsan şirkətə dəyər qatmadan ondan dəyər gözləyirsə, məncə biraz performans göstərməlidir. Mən elə düşünürəm. 6-cı sualı götürək. 6-cı sualı... Rəşad bəy, Buyursun. Hə. sualın ikinci hissəsi var idi. Səsimi, okey. Buyurun. Əslində mən də bu suala cavab vermək istəyərdim və kandidatların belə müdafiə eləmək istəyirəm, hardasa öz ziyanıma. Mən hesab eləyirəm ki, əsas səbəb ondan ibarətdir ki, kandidatlar şirkətlərə inanmır və düz də eləyir. Bizə də çox inanmasınlar, çünki bizdə də bu proses yetərincə sazlanmayıb və açıq-aşkar etiraf eləyirəm. Yəni, bonus sistemi çox şəffaf, ədalətli olanda, insan biləndə ki, o nə qədər pul alacaq, gördüyü işin əvəzində, buna daha belə inamla gedir. Çünki sonraki vədlərdirlər, nağd olsun, soğan olsun da məsələsi. Ona görə bilirlər ki, ayın sonunda bu qədər pulu aparsınlar, sabah sübut eləməsinlər ki, yox, mən bu işi yaxşı gördüm, pis gördüm, buna görə mənə bonus düşür, yoxsa düşmür. Yəni, bu da səbəblərdən biri ola bilər və ola bilər ki, həmən kandidatların yanında yaxşı kandidat olsun. Ona görə Fariz bəy də bilirəm ki, şirkətlərində bu proses çox gözəl sazlanıb. Məsəl üçün, bazarda bütün şirkətlərdə bu formada deyil. Ona görə hesab eləyirəm ki, dərhal
yox demək yox, biraz balans saxlamaq yaxşı olardı. İndi defisit məsələsinə gəlim. B2B biznesdə öz sahəmizdən deyəcəm. Mən daima fokuslanıram, məsəl üçün defisiti necə yaradırıq? Biz hər şirkəti müştəri etmirik. Biz fokuslanırıq orta və böyük müştərilərə. Bazarda oyuncular var ki, dayanmadan hamını qoşmağa hazırdılar. Biz o formada deyilik. Biz deyirik ki, biz öz vaxtımızı, resursumuzu qiymətləndiririk və hətta biz bazarda yeganə şirkətik ki, inteqrasiya görə pul alırıq. Yəni, bütün banklar, digər ödəniş təşkilatları və s. onlar xidməti pulsuz verməyə hazırlar ki, təkə qoşulun. Biz deyirik ki, yox. Biz filtr edirik ki, biz vaxtımızı, resursumuzu sərf edəcəyik və istəyirik ki, uzun müddətli təşkilatla çalışaq. Plus, bizdə olan müəyyən ki, deməli, funksiyonallıq var. Onu da defisit kimi dəyərləndirmək olar ki, bazarda bizdən başqa o funksiyaları verən yoxdur və o haqda məlumat olanda istər-istəməz o da müəyyən müştəri axınına gətirib çıxardır. Yəni, qısaca olaraq belə, bilmirəm, tam cavab verə bildim, yoxsa yox, çox sağ olun. Təşəkkür müəllim. 6-cı sual. Siz bəydən alın. Spikerlərdən sual ala bilmirik sizdən. Heç olmasa spikerlərə yaxın sual alaq. Heybətzadə Fərid, Azərfon şirkəti. Sualım hər üç spikeradır. Deməli, bu satış olduqca dinamik və maraqlı sahədir. Sadəcə biz satış əməkdaşları bir çox etirazlarla üzləşirik satış prosesində zənciri apardığımız zaman. Bizdə bu məhsuldan artıq var, alternativ məhsula ehtiyacımız yoxdur. Sualı ilə B2B kanalında daha effektiv işləmək üçün hansı cavabları, hansı alətləri istifadə eləməliyik? Bir də bilmək istəyərdim ki, çətin gedələn satışlar, yəni proseduru hər şey tənzimləmirsən, amma satış öz-özlüyündə çətin həyata keçir. Onu tezləşdirmək üçün, ona bir drive vermək üçün hansı effektiv alətlərdən istifadə etmək lazımdır? Təşəkkür edirəm. Fariz müəllim dedi. Mən başlayayım. Onsuz 2 sual oldu. Tamam, okey, all good. Deməli, etirazlarla işləməklə bağlı bir məsələni sürətli deyəcəm, çünki o biraz böyük mövzudur. Onun bir özünün bir flosu var, necə işləmək lazımdır ona bağlı. Mən fikirləşirəm ki, etirazlarla işib etirazı tapmaq lazımdır ki, etiraz nədən ibarətdir? İnsanlar bəzən etiraz edirlər, deyək ki, şərti olaraq deyirəm burada, mən səndən küsmüşəm sualını deyirəm. Yəni, burada mən səndən küsmüşəm sözünün səbəbini anlamayana qədər insana sual vermək lazımdır. Ta ki, o vaxta qədər ki, insan etirazın səbəbini bildirsin. Nədəndir etirazın səbəbi? Etirazın səbəbi açıldıqdan sonra artıq onu bir geri dönüm almaq lazımdır. Özün bir geri dönüş etməlisin ona və səbəbi izah eləmək. Onun insanın səbəbi var da bu etirazda. Deyək ki, bizim bu məhsulumuz var, siz eyni məhsulu təklif edirsiniz. Mən bayaq dediyim məsələ vardı, value məsələsi var idi, dəyər məsələsi var idi burada. Sənin verdiyin məhsul nə ilə fərqlənir? Onu izah eləmək üçün gərək birinci bunu suala özümüz cavab verək. Bunun nə dəyəri var? Ümumiyyətlə, dəyər nə? Birincisi, ümumiyyətlə, bu satışın artıq formatına gedir, hamısından danışaq bunu. O müştəri ilə qabağa oturmuşsunuzsa, deməli, siz artıq onu bir dəyərləndirmişsiniz. Bir skanerdən keçirtmişsiniz artıq. Onun boş dəyərləri, əgər harada boşluqları var, onu artıq bilirsiniz. Mən fikirləşirəm ki, bəzi hallarda ehtiyacı olmayan adamlara öz məhsulu həddindən artıq force edərək onu bu məsələdə bezdirmək olmaz. İnsanlara o məhsulu tanıtdıqdan sonra mən düşünürəm ki, insanın beyninə o salınan qurd nə vaxtsa öz yerini çatır zaten. O öz yerinə çatdıqdan sonra və siz dəyərinizi satdığınız üçün qiymətiniz yox. Zaten o müştəri bir vaxt sizin olacaq. İkinci hissəsinə gəlirəm sualın. Dinamikanı sürətləndirmə məsələsi. Satışda bəzən dinamikanı sürətləndirmə mümkün deyil. Mən həmişə tövsiyə edirəm ki, hədəflər varkən hədəfi bu ay üçün yox, bu rüb üçün yox, növbəti rüb üçün vurmaq lazımdır. Həmişə növbəti rübün hədəfini qabağa getmək lazımdır ki, o rüb gələndə bugün gördüyün işlər orada öz faydasını versin. Həmişə olmur ki, sən rübü başladın və həmin rübdə hər hansı bir işi qutardın, dil oldu, bu olmur. Xüsusilə də böyük akkauntlarda, böyük şirkətlərdə bu mümkünsüzdür. Ona görə mütləq 3 ay qabağa, 3 ay öncəni keçmək lazımdır. Çox sağ olun, təşəkkür edirəm. İcazə verərsiniz, mən də cavablandırım bu sualı. Deməli, bir misal danışmaq istəyirəm. Arada mənə zənglər gəlir. Hər vaxtınız xeyir Vüqar bəy. Deyirəm, salam istəmirəm. Deyirlər, nə istəmirsiniz? Deyirəm, satmaq istədiyimi. Deyir, nə bildiniz ki, nəsə satmaq istəyirəm. Deyirəm ki, siz səs tonunuzdan bildim. Hə, oldu, çox sağ olun. Xəstəxanadaydıq, nəmin check-up. Deyirəm, dedim, istəmirəm. Hə, yaxşı, sağ olun. Yəni, biz artıq təkliflərdən o qədər yorulmuşuq ki,
Və bizim birinci reaksiyamız odur ki, əgər nəsə işləyirsə, onu daha yaxşısına enerji sərf eləmək istəmirik. Yəni bizdə artıq müdafiə bir reaksiya yaranıb. Ona görə mən nə tövsiyə edərdim? Mən tövsiyə edərdim ki, əgər kiməsə nəsə təklif ediriksə, əvvəl öyrənək ki, bu ikinci tərəfin problemi varmı, nəsə ağrısı varmı və biz o ağrını həll edə bilirikmi, yoxsa yox? Yəni elə belə gəlib bilmədən ki, bu ona lazımdır, yoxsa yox, onu təklif eləmək bir allergiya yaradır. Yəni əgər öyrənə bilirsinizsə, onda gəlin təklif verin ki, bax, belə bir problemimiz var. İstəyirsiniz, danışaq, müzakirə edək, sizə dəstək olaq onun həllində. Yəni belə. Möhtəşəm cavab. Şəxsi adıma çox bəyəndim. Dostlar, sonuncu sual alırıq, amma çox xahiş edirəm, sual konkret bir sual olsun və Ceren Hanıma ünvanlansın. Çünki 3 sual Vüqar müəllimə, 3 sual Fariz müəllimə, 2 sual Ceren Hanıma gəlib. Ceren Hanım üçün sualı bir nəfər sizdən alacağım. Salam, hər vaxtınız xeyir. Mən Aysel Haşimova, 166 yük daşıma və logistika şirkətində korporativ əməliyyatlar şöbəsinin rəhbəriyəm. Hər birinizi salamlayıram. Mənim sualım Ceren xanıma olacaq. Bilmək istərdim ki, biz korporativ əməliyyatlar şöbəsi olaraq şirkətimizdə real müştəri axınını təmin etmək üçün marketinq şöbəsi ilə birlikdə 3 əsas hansı addımı atmalıyıq ki, bu mütəmadi olaraq real müştəri axını təmin olunsun. Yəni, müştəri axını xidmətlərimizə çoxdur. Bütün xidmət sahələrimizdə müştərilərin müraciətləri var. Amma bizim üçün üstünlük real müştərilərin bizə müraciət etməkdir və biz bunun üçün 3 əsas hansı addımı atmalıyıq ki, marketinq şöbəsi ilə bunu təmin edə bilək. Aysel Hanım B2B kanalında çalışıyor, anladığım kadarıyla. Pazarlama ilə hangi 3 adımı bərabər atalım ki, gələn müştəriləri real satışa çevirelim? 166 kargo, altında çok kırılımlar var. Başqa xidmət sahələrindədir. Talip Beyci'nin komandasıdır, hediyesini Talip Bey'den alacaq. Şöyle, hizmet tarafıyla alakalı halihazırda bir stratejinizin olduğunu düşünüyorum. Yani müşteriye ulaşma stratejisinin olduğunu düşünüyorum. Birincisi segmentasyon var mı diye bakardım. Bir segmentasyonunuz var mı? A, B, C, yani bu müşterilerin devamlılığı, sürekliliği, onların kontrolü ve sadık olanları, tekrarı yaşatanları bir ayırırdım kenara. Potansiyel için bir araştırmaya ihtiyaç duyardım. Çünkü anladığım kadarıyla çok hakim değilim ama öyle kolay müşteri hemen tapabileceğiniz bir sektör değil. Yani bu hızlı tüketim sektörü gibi değil. Bir market müşterisi değil. Lojistik taraf birazcık daha dinamikleri farklıdır diye tahmin ediyorum. Hizmet, servis zamanında o emeği vermek. Kriterleri netleştirirdim. Gerçekten o kriterleri karşılıyor muyum? Yani hedef kitlemin benden beklentisi ne? Ve yaşı olan neyi yapıyorum? Geliştirmem gereken neler? Bir SWOT'u iyi yapardım. Ve segmentasyona giderdim. Yani segmente göre müşteriye karşı aksiyon alırdım diyeyim. Ümid edirəm Aysel xanım sizi qane elədi cavab. Olmasa fasilədə Ceren Hanımla bol-bol danışarsınız deyə düşünürəm. Növbəti panelin vaxtına girməmək naminə sualları burada yekunlaşdırmağı qərar alırıq dostlar. İndi isə keçək hədiyyələrə. Hədiyyələrin təqdimatı mən tərəfindən, seçimi spikerlər tərəfindən olacaq. Ceren Hanım, bizim əsas birinci Gutenberg'dən, bu arada mən də Gutenberg markasının üzvüyəm. Siz seçin kimə təqdim edin. Tamam. Ben hanımlardan daha fazla ilgi gördüm. Soru anlamında. İlk soruya verelim bence. İlk soru Mehmet Bey'den geldi. O siz dediğiniz galiba Firuze Hanım'dı. Firuze Hanım'ı seçilir, onu da Gutenberg'den. Onsuz da tava istememişti, sağ olsun. Yerinden düştü. Siz veriyorsunuz, okey. Valla Şəmsi Bey təqdim edəndə bir alkış, tufan. İndi biz təqdim edəndə Aysel xanım, bu alqışlar sizədir. Təbrik edirik sizi. Çox sağ olun. İkinci hədiyəmiz Rəmzi oğlundan paxlava. Ağzım sulandı.
Yaxşı bir şey, yaxşı bir sual verəni seçin. Bu paxlava havaya getməsin. Mən Orxan bəyə dəyərləndirmək istirdim. Sual səhvdimsə düz bildim. Orxan bəyin sualı nə idi? Soyuq rəqəmlər isti münasibət. Orxan bəy, paxlava ilə Yaralı sizin. yerim durma. Bir az şəkil çəkdirək, Facebookda da paylaşarıq. Orxan bəy eyni zamanda bizim tanışımız, dostumuzdur. İlk şəklimiz də. Çox sağ olun, təşəkkür edirik Orxan bəy. Üçüncü hədiyyəmiz Creatime-la hədiyyə bağlamasıdır. Nə olduğunu bilmirəm, amma yaxşı bir bağlamadır. Hə, yaxşı bağlamadır. İçərisində dəyərli bir şey var. Vüqar müəllim seçsin zəhmətimiz. Kaspen Enerjidən səhv eləmirəmsə Günel xanım əgər düz. Günel xanım, bəli, sizə sual vermişdir. Təbrik edirəm Günel xanım. Çox sağ olun, təşəkkür edirəm. Sonuncu hədiyyəmiz lüks konseptdəndir. Bu nədir bilmirəm, siz seçiminizdə olun, mən hədiyyəyə baxıram. Fariz müəllim seçsin zəhmətiniz. Cəlal hanım, siz seçin. Yeganə xanım olaraq siz seçin. Lütfen siz Yox, seçin. siz seçin. Ola, bu yaxşı bir şey oldu. İstəyirsiniz mən seçim, O dava zaman- eləməyin. Vüqar müəllim, siz seçin. Dedim, Azerfa- elimi Azerfa- uzattım. Sağ ol. O zaman dedim. Kimi? Hanımefendiye diyecektim. Ön sıralarda oturan, kimi yazmışdım, adını yazmamışam. Ön Şəraf. sırada oturan sizi yazmışam. Nektarina markasından bağlı sual. Alqışlayırıq sizi. Sizin adınızı 2 dəfə cəhd edib yaza bilmirəm. Məryəm xanıma da alqışlar. Çox sağ olun. Hədiyyələrimiz bitdi. SAT qrup tərəfindən verilən hədiyyələr bitdi. İndi spikerlərimizdən hədiyyələr alırıq. Mən hədiyyələri sonda təqdim edirəm. Cəlal hanım, Azərsundan bir şeylər. Valla ölkənin ən eski holdingi. Çay, yağ, sos neyse. Valla siz yağ kategorisi bir böyle 5 litrelik Eski zeytinyağı kategori. olur, ne olur bilmiyorum. Bak insanlar ekmek veriyor. O zaman ben şöyle Sizden güzel de bir bir şey yağ yapayım. isterler. Şöyle bir şey yapayım. Dünya mutfağı çok iyi ürünlerimiz var. Yani böyle şefin kullandığı. Dünya mutfağı ürünlerinden bir paket vereyim. Olmaz mı? Bir paket dünya mutfağından, bir paket Yani bir paket derken Bir hediye paketi. hediye Aha, paketi. aha. Ben istəyərdim ki, bu hediyəni Aysel xanıma verək. Çünki Talib bəyə həvalə eləmək istəmirəm. Sonra verildi deyəcək, verilməyəcək. Soğan olsun, nəqd olsun, o sual da yaxşı idi. Həm də sonra sizdən böyük ehtimal Tamam. müzakirəsi olacaq. Aysel xanımı dəvət edirik. Şəkil çəkdirək, hədiyəni sonra götürərsiniz. Faiz mənim fikirləşim, Vüqar mənim fikirləşim. Mənim cavabım var ya sual. Şəkil sübut kimi paylaşılsın. Çox sağ olun, təşəkkür edirəm Asif. Faiz müəllim, hədiyyəni elan edin, sonra şəxsi seçin. Yox, mən seçim eləməyəcəm. 17-ci masada bizim əməkdaşlarımız əyləşir. Xahiş eləyəcəm, elə İlkin bəy oradadır. Belə görürəm, işıq düşür, burası gördüyüm olur. Aha. Sual verənlər hamısı yaxınlaşsın İlkin bəyə. Orada ünvanlar və yaxud da ki, ofislər bildirsin, hamısına birinci gün hədiyyəsi göndərilir. Tamam, sual verənlərin hamısı 17-ci masaya yaxınlaşır. Bilsəm, özüm də sual verirdim. Birinci gün əlaqə yaradıb hədiyyələrinizi götürərsiniz. Bu hədiyyə də verildi. Vüqar müəllim səhnədə mənə yaxınlaşanda o qədər yığın, payment, pul iyisi gəldi. Hiss elədim ki, o qoxu gəldi. Vüqar müəllim, puldan, paradan. Valla neçə gündür fikirləşirəm, Vüqar müəllim nə hədiyyə verəcək, API bağlanmaq verəcək, servis verəcək, bir mütəxəssisə niyə lazımdır? Siz özünüz düşünün artıq. Belə deyim də, qoxusu gəldi, deyir sizə iyi gəldi. Bizdən iyi gəlir, sonra gedir müştəriyə, bizdə qalmır. Transit. Bizdə elə iyi qalır. Ona görə nə bilim, fikirləşmək lazımdır. Mən nə deyərdim Vüqar müəllim? Buyurun. Bir şəxsi seçərsiniz, bu şəxs sizdən mentorluq xidməti götürsün. Məmnuniyyət. Siz ona çörək yox, çörək bişirməyə öyrədin. Məmnuniyyət. Mən düzün deyim, Amma əslində, siz seçin. belə deyim də, işimdə ən çox xoşladığım odur ki, lideri yetişdirmək. Əgər kiminsə doğrudan marağı varsa və düşünürsə, mən ona fayda verə bilərəm, böyük məmnuniyyətlə. Kimi seçəyin?
Nəsə hədiyyəmiz qaldı ümumiyyətlə, yoxsa özünüz seçin? Yox, həmin şəxsi siz seçin. Bax, mənim Azərfon şirkətindən əməkdaşım. Fərid bəyi seçəcək. Elə mən də onu qeyd eləmişdim. Fərid bəy, ol, şəkil çəkdirək, soğan olsun, nəqd olsun, qalsın. Sonra Vüqar müəllimi bilmək olmur. Gəlin, zəhmət olmasa. Özüm WhatsApp-da tuta bilmirəm Vüqar müəllimi. Siz heç tuta bilməyəcəksiniz deyə düşünürəm. Mentorluq xidməti, müddəti və detalları özünüz danışarsınız. Xeyirli olsun. Şirkət CEO-sudur. Arxası yaxşı yerə gedir. Sonuncu bir termos, bir də tava hədiyyə vermək istəyirəm. Kimlər qaldı, baxıram burada. Mən istəyərdim ki, sual verənlərin hamıya hədiyyə verdik. Bir şey qalmadı. Yox, hamıya vermədik. Bir nəfər Günel xanım, not almışam. Günel xanım qalıb. Sualın cavabını Fariz müəllim və Vüqar müəllim. Günel xanım kim idi? Mən not almışam. Hə, sizə hədiyyə verilib. Hamıya hədiyyə verilib. Məhməd bəyə onda seçək. Məhməd bəy, sizinlə bir şəkilimiz də olsun həm də. Sizə bir termos verim. İş həyatında istifadə edərsiniz. Mən bu arada spiker olanda sonda mikrofonu götürüb Fərdə xanıma da termos hədiyyə eləmişdim. Rəşad bəy, sizdən yaxşı Şaxta baba da alınır. Təşəkkür edirəm Məhməd bəy. Şəkilimiz qalsın, sonra mən də nə olar insanoğludur. Hamıya hədiyyə verdik, əslində hədiyyə qalmadı. Bir nəfər mən sonuncu tava hədiyyəsini də icazə versəz SAT qrupunun əməkdaşlarına hədiyyə eləyərəm. Kişilərdən birini seçək. Sual verən qalmadı. Yaxşı, mən bir nəfər, orada bir ağ sarışqalı bəy var, sual vermədi. Amma ən birinci, bəli, siz gəlin. Sual vermədi, amma tədbirdə ən birinci əl qaldırdı. Bütün tədbir boyda əl qaldırdı, ora geri qayda bilmədim, üzürlü sayın. Siz yaxınlaşın, bir şəkil çəkdirək, sizə tava hədiyyə edəcəm. Yox, suala vaxt yoxdur, o biri panel başlamalıdır. Onda tədbirdən sonra bizi taparsınız. Bu qədər, hədiyyələrimiz də bol oldu. Bu qədər, ikinci panel, satış driverləri panel fikrimcə maraqlı oldu. Təşəkkür edirəm sizə, hamınıza. Alqışlarınızla sözü veririk Fərdə xanıma. Biz sual-cavab hissəsini bitirməsəydik, səhərə qədər Rəşad bəy hədiyyə axtaracaqdı. Spikerlərim, düşünürəm ki, Şəmsi bəydən sonra Rəşad bəy də çox yaxşı belə deyək şəkildə spikerlərdən hədiyyə qoparmağı bacardı. Rəqabət artır Cəlalə xanım, hazırsınız? Sizin də üzərinizə əslində böyük məsuliyyət düşür. Odur ki, biz 3-cü paneli böyük səbirsizlə gözləyirik və sizə, həmçində spikerlərimizə dərin minnətdarlığımızı bildiririk. Həm çıxışlarınıza görə, həmçində sual-cavab hissəsində belə aktiv iştirak etdiyinizə görə. Təbii ki, sonda alqışlarınızı eşidək. Yenə də gələcəm. Bax belə dostlar, biz isə təxminən bir 30 dəqiqəlik coffee break-ə ayrılacağıq. Təbii ki, 20 dəqiqə olsun. Tamam, Günel xanım deyir ki, 20 dəqiqə olsun. 20 dəqiqə sonra qayıdın ki, biz 3-cü panelimizə vaxt dilmədən keçid alaq. Çünki həmin panel də bizi maraqlı spikerlər gözləyir. Bundan başqa Latodromda da hədiyyələr qazana bilərsiniz. Çox qiymətli hədiyyələrimiz olacaq dostlar. Odur ki, sizi 20 dəqiqə sonra yenidən burada gözləyəcəyik.